Elektron təqdimatda animasiya. Salam dostlar. Bugünkü dərsimizdə elektron təqdimatlar və onlarda animasiyanın necə istifadə olunduğunu öyrənəcəyik. Biz sizə animasiyanın təqdimatları necə maraqlı və yadda qalan etdiyini göstərəcəyik. Gəlin başlayaq. Animasiya nədir? İlk olaraq animasiyadan danışaq. Animasiya təqdimatda hərəkətlilik və dinamika yaratmaq üçün istifadə olunan qrafik effektlərdir. O, təqdimatı daha cəlbedici, interaktiv və yadda qalan edir. Animasiya həm də məzmunu vurğulamaq və diqqəti əsas hissəyə yönəltmək üçün vacibdir. Təqdimat hər hansı məlumatı nümayiş etdirmək üçün yaradılan fayldır. Elektron təqdimat isə rəqəmsal cihazlar vasitəsilə göstərilən mətn, qrafik və multimedia elementlərinin birləşməsidir. Əsas proqramlar PowerPoint, Google Slides, Keynote və OpenOffice Impress'dir. Elektron təqdimatlar məlumatı cəlbedici və aydın şəkildə çatdırmaq üçün geniş istifadə olunur. Elektron təqdimatda animasiya nədir? İndi elektron təqdimatda animasiya nə olduğunu öyrənək. Animasiya slayddakı obyektlərə hərəkət effekti vermək deməkdir. Bu təqdimatı daha maraqlı, interaktiv və yadda qalan edir. Animasiya məlumatın mərhələli göstərilməsinə və diqqətin əsas mövzuya yönəlməsinə xidmət edir. Misal üçün, mətn tədricən peyda ola, şəkil müəyyən trayektoriya üzrə hərəkət edə bilər. Animasiyanın növləri. Animasiyanın bir neçə növü var. Görünüş animasiyaları, obyektlərin slaydda peyda olmasını göstərir. Çıxış animasiyaları, obyektlərin yox olmasını göstərir. Vurğulama animasiyaları, mövcud obyektləri diqqətə çatdırır. Hərəkət trayektoriyaları isə obyektin müəyyən trayektoriya üzrə hərəkət etməsini təmin edir. Proqram təminatı və alətlər. Animasiya yaratmaq üçün müxtəlif proqramlardan istifadə edə bilərik. Microsoft PowerPoint geniş animasiya və keçid effektlərinə malikdir. Zamanlama paneli var. Google Slides bulud əsaslıdır. Sadə animasiya alətləri təklif edir və onlayn əməkdaşlıq üçün uyğundur. Prezi interaktiv və qeyri-xətti təqdimatlar yaratmağa imkan verir. Keynote isə Mac istifadəçiləri üçün dizayn və animasiya baxımından güclüdür. Gəlin indi PowerPoint-da hazırlanmış elektron təqdimat nümunəsinə baxaq. Yekun. Animasiya təqdimatı maraqlı və diqqət çəkici edir, amma həddindən artıq istifadə etməyin. Məqsəd məzmunu vurğulamaqdır, şou göstərmək deyil. Unutmayın, animasiya diqqəti cəlb etmək üçündür. Ev tapşırığı. Dostlar, ev tapşırığı olaraq 3 slayddan ibarət təqdimat hazırlayın və animasiyaları tətbiq edin. Dərsimiz burada yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirəm. Gələn dərslərdə görüşənədək.